Hər kəsə salam. Bugün biz OTK-nın 2 fevral 2025-ci ildə 9-cu siniflər üçün keçirdiyi sayca 6-cı sınaq imtahanının izahına baxırıq. Videonu bəyənməyi unutmayaq. Başlayaq. Deməli, ilk sualda deyir, yazılışında səhvə yol verilən mürəkkəb ad hansıdır? Deməli, zəfər günü, burada hər şey qaydasındadır. Biz bilirik ki, tərkibində gün sözü olan və təqvimə, tarixə düşmüş əlamətdar günlərin belə mürəkkəb adların tərkibindəki bütün sözlər böyük hərflə yazılmalıdır. Yəni, məsələn, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Zəfər Günü, bunların hər birinin tərkibindəki sözlər böyük hərflə yazılmalıdır. Yəni, bütün sözlər böyük hərflə yazılmalıdır. A düzdür. Azadlıq meydanı, burada da hər şey qaydasında. Cavabımız isə İsmail bəy Qutqaşındadır. Burada bəy sözü kiçiyinə yazılmalıdır. Əgər bəy sözü əvvəldə gəlsəydi, mürəkkəb adının əvvəlində, o zaman böyük hərflə yazılardı. Yeni il bayramı və Hacı Zeynalabdin Tağıyev də düzdür. İkinci sual deyir, nümunələrdəki sözlər haqqında ortaq fikirləri müəyyən edin. Astanaya ayaq basan kimi şüşə qapılar öz-özünə açıldı və Turanın don vurmuş alma tək qızaran yanaqları nəmlənmişdi. Bir də deyir, bənzətmə mənalı köməkçinin hissəsindən istifadə olunub. Yəni, bənzətmə qoşması demək istəyir. Alma tək burada var, amma birinci cümlədə yoxdur. Çünki kimi burada bənzətmə qoşması deyil. Fikir versək, bənzətmə mənası yaratmayıb. Zaman qoşmasıdır burada. Zaman mənalı qoşmadır. Fe'li sifətə qoşulanda zaman qoşması olur. Yəni, bir uyğun deyil. Sonra deyir, sifətin xüsusiyyətlərini daşıyan isim var. Sifətin xüsusiyyətlərini daşıyan isim birinci cümlədə var, şüşə. Amma ikinci cümlədə yoxdur. Üçdə deyir, isimlərdən ikisi adlıq haldadır. Bəli, bu fikir astanaya ayaq basan kimi şüşə qapılar. Deməli, şüşə adlıq haldadır və qapılar adlıq haldadır. Turanın don vurmuş alma tək qızaran yanaqları alma tək adlıq haldadır və yanaqları adlıq haldadır. Turanın yanaqları I mənasibət şəkilçisidir burada. 3-ü götürdük. 4-də idi hissəcigi işlənən fe'l quruluşda düzəltmədir. Birinci cümlədə idi hissəcigi yoxdur. Burada D zaman şəkilçisidir. Leksi şəkilçisidən sonra gəldiyinə görə 4 uyğun deyil və sifət işlənməyib. Bəli. Heç bir cümlədə sifət yoxdur. 3-5 doğru cavab oldu D bəndi. 3 nömrəli suala baxırıq. Hansı cümlələrdə fe'li birləşmə ismi birləşmənin aslı tərəfidir? Deməli, birincidə deyir, professorun könlündən nə qədər keçsə də Turanla təklikdə əyləşib doyunca söhbətləşə bilməmişdi. Bu cümləmizdə, məsələn, ismi birləşməmiz deyək ki, var professorun könlündən, ancaq bunun tərkibində fe'li birləşmə yoxdur. Biri çıxıram. Azərbaycandan gəlmiş adamlara baxır, danışıqlarını niskillə, istiqanlılıqla dinləyirdi. Burada bizim isim birləşməmiz, baxın, Azərbaycandan gəlmiş adamlar ismi birləşmədir. Və bunun aslı tərəfində, yəni tərkibində Azərbaycandan gəlmiş fe'li birləşməsi var. Yəni fe'li sifət tərkibi var. Deməli, 2-ni götürürəm. 3-də bir neçə illik ağır müqavilə bağlamağa məcbur olmuşdu. İsim birləşmələrimiz ağır müqavilə, bir neçə illik, amma tərkiblərində fe'li birləşmə yoxdur. 3-ü çıxıram. 4-də şam ağacına qonan göyərçinlər. İsmi birləşməmiz və tərkibində şam ağacına qonan bir fe'li birləşmə, fe'li sifət tərkibi var. 4-ü götürürəm. Doğru cavab 2-4. C bəndi. Növbəti sual 4 nömrəli sual. Uyğunluq sualdır. Həcm etibarilə bir qədər böyük sualdır. Cümlələrlə bağlı uyğunluğu müəyyən edin. Bu söhbətdən bir neçə ay sonra kəndimizin ortasından keçən magistral yolda maşın karvanı göründü. Və elə həmin gün bəlli olur ki, nənəgilin yolu uzaqdır, mal heyvanı, toyuq düzəni tapışırmağa adam da yoxdur. Baxaq. Tərkibində həm tabesizlik, həm də tabellik əlaqəsi var. Cümləyə baxan kimi bilirik, görürük ki, tabesizlik əlaqəsinin olduğu cümlə yalnız baxın 2-dir. Burada məsələn, nənəgilin yolu uzaqdır. Cümlənin ikinci tərəfi tabesiz mürəkkəb cümlədir, yəni mübtədalarımız, xəbərlərimiz. Deməli, tabesizlik əlaqəsi var. Həmçinin mal heyvanı, toyuq düzəni bunların da arasında düzdür, müstəqil cümlə üzvü olmasalardı, yenə də aralarında tabesizlik əlaqəsi var. Tabellik əlaqəsi də bilirik ki, cümlədə bir-birinə aid olan sözlərin arasında tabellik əlaqəsi olur. Məsələn, nənəgilin yolu, nə bilim, adam yoxdur, nənəgilin yolu uzaqdır və s. Deməli, A getdi 2-yə. B-də deyir, hal şəkilçisi qəbul etmiş bir söz sintaktik əlaqənin aslı tərəfi deyil. Baxaq, ilk cümləmizdə, baxın, əvvəlcə bir
fikirlər biraz dolaşırdılar burada. Hal şəkilçisi sözlərə baxacağam. Hal şəkilçisi qəbul etmiş söz, bir söz. Sintaktik əlaqə tərəfi deyil. İlk cümləmizdə hal şəkilçisi sözlərə baxaq. Söhbətdən, kəndimizin, ortasından, yolda. Hal şəkilçisi sözlərimiz bunlardır. Və bunların hər biri sintaktik əlaqənin asıl tərəfidir. Çünki məsələn, yəni heç bir mübtəda deyil ki burada. Baxın, yolda sözü göründüyə aid deyil. Söhbətdən sonraya deyək ki, kəndimizin ortasından elə burada da bu tip birləşmələrdə həm hər ikisi həm asılı həm əsas ola bilirlər. Belə. İkinci cümlə, yəni birinci cümlədə elə bir söz yoxdur ki, hal şəkilçili olsun və sintaktik əlaqənin aslı tərəfi olmasın. Hamısı sintaktik əlaqənin aslı tərəfi kimi işlənib. Sonra ikinci cümlədə də hal şəkilçili sözlərimiz, məsələn, nənəgilin, mal heyvanı, toyuğu düzəni tapşırmağa, bunların da hamısı aslı tərəf kimi işləniblər. Məsələn, nənəgilin yolu, sonra toyuq düzəni, mal heyvanı, bunlar tapşırmağa sözündən asılıdırlar. Tapşırmağa yoxdurdan asılıdır. Belə. Yəni ikinci cümlədə də elə bir söz yoxdur ki, hal şəkilçili söz yoxdur ki, sintaktik əlaqənin aslı tərəfi olmasın. Belə bir şey yoxdur. Deməli, B qısacası heç bir fikir, heç bir cümləyə aid deyil. B-ni çıxıram. B-ni çıxandan sonra zaten cavabımız tapılır, D bəndidir. Lap digərlərinə də baxsaq, C-də deyir cümlədə yəni bir dənə silək bunları səliqə ilə 2-yə A-nı qeyd eləyək. Sonra C-də deyir cümlədə işlənmiş ilk feil hal şəkilçili sözlə sintaktik əlaqədədir. Cümlədə işlənmiş ilk feilimiz hanı bizim? Keçən. Düzdür, feili sifət. Hal şəkilçili sözlə sintaktik əlaqədədir. Bəli, ortasından keçən aiddir. Doğrudur. Deməli, C gedir 1-ə. İkinci cümləyə baxsam, ilk feilimiz hansıdır? Bəlli olur. Hal şəkilçili sözlə əlaqədə deyil bu. Deməli, C 1-ə aiddir. D-də deyir, mənsubiyyət şəkilçili 2 söz. Mənsubiyyət şəkilçili 2 söz tabelilik əlaqəsinin əsas tərəfidir. Bu da aiddir birinci cümləyə. Deməli, kəndimizin və ortasından mənsubiyyət şəkilçili 2 dənə söz sintaktik əlaqənin, tabelilik əlaqəsinin əsas tərəfidir. Nə bilim, bayaq da qeyd etdiyimiz kimi bu tip birləşmələrdə, yəni aslı tərəfində yiyəlik olan birləşmələrdə sintaktik əlaqənin hər ikisi həm əsas, həm də əsas tərəf ola bilirlər. Buna görə də D-ni də buraya aid edirik. Y-də deyir, tərkibindəki ilk sadə cümlədə, yəni elə həmin gün bəlli olur cümləsində, şəkilçi qəbul etmədən bir-biri ilə tabelilik əlaqəsində olan sözlər var. Məsələn, bəli, həmin gün şəkilçisiz tabelilik əlaqəsindədirlər bir-birlərindən. Deməli, Y-ni də buraya aid edirəm. Doğru cavab D bəndi. Bir qədər uzun sual idi həcm etibarı ilə, bir qədər diqqət tələb edən sual idi. Xüsusən də 9-cu siniflər üçün diqqət tələb edən sual idi. Sonra hansı sözün tərkibinə görə təhlilində səhv yol verilib? Boşluqlarından, yəni hər şey qaydasında, gəzişəndə, gəz, gəziş, əndə feili bağlama, caynağından caynaq sözün kökü, ın, yəlik hal, daha doğrusu mənsubiyyət, dan, çıxışlıq hal, əməkdaşlıq hər şey qaydasında. Zarafatlaşır sözündə isə bir leksik şəkildə olmalıdır. Çünki zarafatlamaq deyə bir söz yoxdur. Bu səhv göstərilib. Doğru cavabımız D bəndi. 6-cı suala baxırıq. Deməli, doğruya zaval yoxdur. Bizdən uyğun fikirlər istəyir. Baxaq. Doğruya zaval yoxdur, çəksələr də min divana. Və bol çörəyin yoxdur, şirin dilin olsun bir. Olsun, baxaq. Deməli, miqdar sayı işlənib. Miqdar sayı işlənib. Bəli, birdə işlənib miqdar sayı, min sözü. İkinci cümləyə baxsam, yoxdur ikinci cümlədə. Bir burada ədaddır. Baxın, bir ədaddır burada. Miqdar sayı işlənib, bəli, bu doğru fikirdir. Yalnız birinci cümlə aiddir. 2-də deyir, hal şəkilçili söz var. Bəli, doğruya. Hətta divana. İkinci cümləyə baxıram, bol çörəyin, şirin dilin. Burada hal şəkilçili söz yoxdur, deməli 2 də doğrudur. Baxın, çörəyin sözü də, dilin sözü də, təbii ki, bunlar mənsubiyyət şəkilçili sözlərdirlər. Adlı olan sözlərdirlər. Sənin bol çörəyin, yəni əvvəlində yəlik halda olan şəxs əvəzliyi, yəlik halda olan söz artıra bilirəm. Sənin mənasındadır. Sənin bol çörəyin yoxdur, sənin şirin dilin olsun. 1-lə 2 ilə cavab çıxır burada. Y bəndi, digərlərinə baxaq. Yalnız konkret isimlərdən istifadə olunub, ortaq fikir deyir. Hər ikisi üçün. Konkret isim. Bu ortaq fikir deyil. Məsələn, burada deyək ki, dil sözü müzərrəd götürürük. Müzərrəddir. Sonra bunu çıxdıq.
4-də xəbərli işə keçidən istifadə olunub. Xəbərli işə keçidən yoldaşlar ikisində də vardı. Baxın, yoxdur, yoxdur. İkisində də yəni dır xəbərli işə keçidir. Yəni bu fikir ortada yazılmalıdır. Ona görə 4 səhvdir. Sifətlər adi dərəcədədir. Bu da səhvdir. Çünki burada da var axı. Yəni birinci cümlədə də adi dərəcədə sifət. Deməli bu da ortada yazılmalıdır. Ona görə səhvdir. 1-2 Y bəndi. Növbəti suala baxırıq. 7-ci sual. 7-ci sualda deyir aldığım dəyərli hədiyyəni mənə bugün veriblər. Bu hekayə azad edilmiş yurd yerlərinə qayıdan, orada öz keçmişini axtaran insanın yaşadığı sarsıntıların poetik əksidir. Və 3-cü cümlə bir müddətdən sonra gələn avtobus dayanaraq qapıları açdı. İndi gəlin baxaq, görək məsəl üçün A hansına aid dediyi quruluşda sadə zərf işlənib. A hansında quruluşda sadə zərf var. Orada. Burada var. A-nı götürdük 2 üçün. A-nı götürdük 2 üçün. Xəbər şəklində olan fe'l işlənib, yəni zaman şəkilçili söz. Zaman şəkilçili sözdə baxın veriblər. Burada ib qeyri-qəti gələcək, daha doğrusu nəqli keçmiş zaman şəkilçisidir. B-ni qoyduq bura. C-də söz birləşməsi yoxdur. Baxaq. Dəyərli hədiyyə məsələn burada söz birləşməsi var. Azad edilmiş yurd yerləri söz birləşməsi var. Nə bilim keçmişini axtaran və s. bu hekayə. Sarsıntıların poetik əksi və s. Yəni söz birləşmələri var və gələn avtobus burada da söz birləşməsi var. Deməli C-ni heç birini aid eləmirəm. C-ni heç birini aid eləmirəm. Variantlarımızın hamısı getdi. Bir dənə qaldı B bəndi. D-də deyir modal sözdən istifadə olunub. Modal söz heç birində yox idi. Deməli D-ni də çıxıram. Y-də deyir yalnız qrammatik mənası olan sözdən istifadə olunub. Yəni köməkçinin diksiyasından bu da 3-də olar. Bəli, sonra. Digərlərində köməkçinin diksiyası yoxdur. 1-ə B, 2-ə A, 3-ə Y, doğru cavab B bəndi. 8 nömrəli sual. Doğru cavab oldu 7-də B bəndi. 8-də cədvələ uyğun fikirlər. O, vətəndən gəlmiş insanlarla ömründə ilk dəfə görüşdü. Və dəhlizi silən uşaqlar zarafatlaşır, bir-birinin üstünə su sıçradırdılar. Venn diaqramı kimi bir cədvəldir. Venn diaqramının məntiqi ilə olan bir cədvəldir. İndi baxaq. Doğru fikirlər istəyir. Təsriflənməyən fe'l keçmiş zaman mənası ifadə edir. Bəli, təsriflənməyən fe'limiz gəlmiş sözü keçmiş zaman mənalıdır. Yəni biz bilirik ki, mış fe'li sifət şəkilçisi keçmiş zaman mənalı fe'li sifətlər düzəldir. İkinci cümlədə isə elə bir şey yoxdur. Yəni buradakı təsriflənməyən fe'limiz məsələn silən sözü indiki zaman mənalıdır. Və bir doğrudur. 2-də deyir fe'ldən düzələn fe'l idi köməkçi sözünü qəbul edib. Fe'ldən düzələn fe'l var burada. Deməli, görüşürdü. Var, fe'ldən düzələn fe'limiz olmağı və idini də qəbul edib. Bu hələ ki doğrudur. Digərində isə sıçradırdılar sözündə də var amma baxın, sıçramaq sözün kökü sıçratmaq. Burada da fe'ldən düzələn fe'l idi hissəsini qəbul edib. Bu fikir yoldaşlar hər iki cümləyə aid idi. Hər iki cümləyə aiddir. Ona görə də ortada yazılmalıdır. Yeri səhvdir 2-nin. 2-nin yeri səhvdir. 3-də deyir təsriflənən fe'l quruluş düzəltmədir. Təsriflənən. Deməli baxaq, quruluş düzəltmədir. Təsriflənən fe'l sıçradırdılar, quruluş düzəltmədir. Görüşürdü, bu da quruluş düzəltmədir. Deməli hər ikisi quruluş düzəltmədirlər. Bu fikir ortada yazılmalıdır. Bir daha baxaq. Sıçradırdılar, quruluş düzəltmədir. Təsriflənən fe'ldir və görüşürdü, bu da quruluş düzəltmədir və təsriflənən fe'ldir. Deməli 3 də ortada yazılmalıdır. 3-ü də çıxırıq. 4-də deyir zamana və şəxsə görə dəyişməyən fe'l məlum növdədir. Zamana və şəxsə görə dəyişməyən fe'l nə olar? Fe'lin təsriflənməyən formaları. Burada fe'lin təsriflənməyən forması silən sözdür. Baxın, silən. Məlum növdədir. Həqiqətən də və gəlmiş bu da məlum növdədir. Mən 4-də çıxıram. 3-də, bir dənə 3-ə qaydaq. Təsriflənən fe'llər. Bir dənə diqqətlə. 1-i götürmüşdük. 3-ə 1 də qaydırıq yoldaşlar. 3-ü də götürməliyik. Çünki biz diqqətli olsaq, təsriflənən fe'llər deyir burada. 2 dənə. Zarafatlaşır, quruluş düzəltmədir. Və sıçradırdılar, quruluş düzəltmədir. Digərində isə bir dənədir. Ona görə də bu fikir elə doğru fikirdir. Yerində yazılıb. 4-də çıxmışdıq.
Deməli cavabımız qaldı 1-3. Yerdə dediyi qarşılıq bilgəyi növdə olan fe'l işlənib. Xeyr, yalnız birinci cümləyə aiddir bu. 9 nömrəli sual. Hansı cümlədə eyni hərfin müxtəlif səslər kimi tələffüz olunma faktı yoxdur? Sözlərimizin tələffüzünü yazmalıyam. Birinci sözümüzün tələffüzü qorxaq. Tələffüzü bu formadadır. Deməli, yoldaşlar, eyni hərf müxtəlif səsləri ifadə etdi. Yəni, baxın, hərf yazılışında q'lar, tələffüzündə müxtəlif səsləri ifadə elədi. Deməli, biri çıxıram. Sonra haqqında. Haqqında sözünün tələffüzü necə olacaq? Haqq. Baxın, bu K-ya keçəcək. Deməli, eyni hərfimiz müxtəlif səsləri ifadə elədi. İkini də çıxıram. Göz oxşayan. Sözümüzün tələffüzünü yazaq. Göz oxşayan. Göz oxşayan. Eyni hərf müxtəlif səsləri ifadə elədi. Bəli, A hərfləri. Birində U-nu, birində A-nı ifadə edilir. 3-də çıxıram. 4-də 1, 2, 3-ü çıxmışıq. 4-də gerçəkləşmək, gerçək, xıştırıqləşmək. 2-də xıştırıq. Eyni hərfin müxtəlif səsləri ifadə etməsi yoxdur. K-lar ilə hər ikisi ilə xıştırıqı ifadə edirlər də. Yəni, müxtəlif səslər deyil. Deməli, 4-ü götürürəm. 5-də isə açıq aşkar necə tələffüz olunacaq? Açıq da bu ğı kimi. Özünə saat gəlib aşkar. Aşkar. Burada da yəni deyək ki, eyni hərf görürük ki, müxtəlif səsləri ifadə etməsi yoxdur. Belə deyək də, baxın, bu sözdə eyni hərf hansıdır? Ancaq A-lardır da. Düzdür? Müxtəlif səsləri ifadə eləmirlər ki. Deməli, 5-i də götürürəm, 4, 5 A bəndi. Və sonuncu sual, deməli, dil qaydalarına bağlı sonuncu sual. Gəl bölək dünyanı ikilikdə biz. Dərə mənə düşsün, dağı sən götür. Qalsın yer üzündə qoşa izimiz. Qara mənə düşsün, ağı sən götür. Nümunədə işlənib. Daha nə işlənib? Antonim sözlər. Qara, ağ. Bəli. Çox mənalı söz. Çox mənalı söz. Düşsün, məsəl üçün, deməli. Məcazi mənada olan sözlər var idi burada. Yəni, çox mənalı söz var. İkini götürürəm. Frazoloji birləşmə yoxdur. Bir-birinə sinonim sözlər. Dərə mənə düşsün, dağı sən götür, qalsın yer üzündə qoşa izimiz, qara yoxdur, sinonim. 4-ü çıxıram. 5-də amonim olan söz, bəli, məsələn, qara amonimdir. Nə bilim, dağ amonimdir. Ağ amonimdir. Yer amonimdir. Amonim var yəni, qısacası. 1, 2, 5. Doğru cavabımız oldu. Y bəndi.